Ki onlar nə Quranı qəbul edirdilər, nə Peyğəmbəri qəbul edirdilər. Vəhiy nazil olan ərəfədə söhbət gedir. Bəli. Yəni Peyğəmbər sağdır. Birincisi Peyğəmbərə müraciət, ikincisi qəlbində Peyğəmbərin hökmünə dair bir xoşagəlməzlik duymamaqdır. Üçüncü şərti də var. Müsəlmanların ixtilafı zamanı Peyğəmbər hökm verir. Bayaqlar bir mühüm məsələni qeyd elədiniz. Qeyd elədiniz ki, tamamilə bu Quranda deyil. Və biz burada məsələni qaldırmırıq ki, Peyğəmbər neyin əsasında deyəcək onu. Deyəcək ki, məsələn, Nisa surəsi filan, ya Tövbə nə bilim nə. Biz hələ bunu ilə demirik. Çıxardığı hökm lap Quran-ı Kərimin öz içində olsa belə, bu Peyğəmbərin öz üslubudur ki, Allah bu Peyğəmbərə bir təsdiq verir. Allahın salamı, rəhməti və bərəkəti siz, əziz Quran sevərlərin üzərinə olsun. Bu günləri mülahizə və mühazirəmizin ardını davam edirik ki, bildiyiniz kimi biz hər dəfə müəyyən bir Quran ayələri üzərində müzakirə edirik. Bu günləri də xüsusi ayələrdən birinin barəsində dəyərli dostum, əziz qardaşım, din xadimi Samir Əzizovla birlikdə müzakirə edəcək və müzakirəmiz Nisa surəsinin 65-ci ayəsi haqqındadır. Əvvəlcə gəlin ayəni oxuyaq, tərcümə edək, daha sonra bunun üzərində müzakirə etməyə çalışaq. Lakin əvvəlcə onu qeyd edim ki, bəzən belə bir şərhlər yazırlar ki, məyər Quran bəs deyilmi? Məyər Quran kifayət etmirmi? Və müəyyən bir ayələri bizə dəlil kimi gətirirlər. Biz bunu gələcəkdəki dərslərdə qeyd edəcəyik ki, əvvəlcə bunun adını qoymaq lazımdır. Bilirik ki, Quranda müraciət edilən dəstələr var. Və o dəstələrdən biri də Məkkə müşrikləridir. Ki, onlar nə Quranı qəbul edirdilər, nə Peyğəmbəri qəbul edirdilər və Allah da onlarla Quranla bağlı ayələri gətirdilər ki, Quranda nə şübhə var, Quranın neyi çatmır, Quran Allah tərəfindəndir və bu cür. İndi bu dəyərli zəhmətkeşlər nə əsasla Quranı ana mənbə sayan bütün müsəlmanlar Quranı ana mənbə sayırlar. Heç bir müsəlman Quranı ikinci, üçüncü və ya yetərsiz, gücsüz saymır. Nə əsasla sən müşriklərə edilən xitabı sən müsəlmanlara edirsən? Və deyirsən ki, Quran məyər sənə bəs deyilmi? Quran çatmırmı? Xeyr, Quran çatır. Quran ana kitabdır, Quran ana dəlildir. Lakin və amma bu Qurandan istifadə qaydasını dəyərli zəhmətkeş mən səndən öyrənməliyəm, yoxsa Allahın Rəsulundan? Məsələ səninlə mənim aramda olan fərq məhz buradadır. Sənin mən ağlıva, zövqüvə, uyum, qurban yoxdur, namazı Azərbaycan dilində qıl, o yoxdur, bu yoxdur. Yəni Quranı öz zövqüvə görə çək-çevir eləyəcəksə, mən sənə tabi olmalıyam. Xeyr, mən Allah Rəsuluna tabi olmaq istəyirəm və bu da Quranın əmridir. Nisa surəsinin 65-ci ayəsində oxuyuruq. Fələ və rabbukə, yox, and olsun sənin Rəbbinə. La yu'minunə həttə yuhakkimukə fīmā şəcərə beynəhum. Onlar iman gətirməzlər, yəni iman gətirmiş sayılmazlar, mömin sayılmazlar, ta ki öz aralarında baş verən qarışıqlıq, ixtilaf və bu kimi şeylərdə səni hakim təyin etməyincə. Burada maraqlıdır ki, şəcəra feilindən istifadə edilib. Şəcəra o məsələdir ki, qarışıq bir şey deyirlər. Məsələn, şəcar ağac da şəcərdir. Məsələn, onun gövdəsinin üzərində qarma qarışıq budaqlar bir-birinə girir. Yəni ki, bu cür məsələlər olur və ya şəcərə beynəhum bəzən ona olur ki, iki nəfər olur. Dil deyəni qulaq eşitmir söhbət. Bu deyir, o deyir, o deyir, ortada heç nə düşmür. Yəni, bu mübahisəli məsələlərdə, ey Peyğəmbər, səni hakim təyin etməyincə onlar mömin sayılmazlar. Niyə Allah Teala demir ki, geçsin özləri öz işlərini eləsinlər? Və sonra, yox, bu bəsmi? Xeyr.
Deməli, imanın əsas şərti Peyğəmbəri hakim təyin etməkdir. Gedib bunun qapısına yox, birbaşa Peyğəmbərin qapısına gəlməkdir. ثُمَّ لَا يَجِدُوا فِي أَنفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ. Daha sonra öz daxillərində, öz içlərində sənin hökm verdiyin bir işlə bağlı, sənin hökmün, qəzavetinlə bağlı bir sıxıntı, narahatlıq, bir xoşagəlməzlik duymasınlar. İmanın şərti birincisi Peyğəmbərə müraciət, ikincisi qəlbində Peyğəmbərin hökmünə dair bir xoşagəlməzlik duymamaqdır. Üçüncü şərti də var. Və yusallimu təslimən və həmçinin tam və mütləq şəkildə təslim olmayınca. Bu da ki, imanın üçüncü şərtidir. Yəni, bizim heç birimizə ixtiyar verilməyib ki, birinci gedək öz ağlımızla yozaq, ikincisi Peyğəmbərdən başqasının qapısına gedək, yox, Peyğəmbərin yanına getməliyik. Bir, ikinci Peyğəmbər qəzavət verəndə öz daxilimizdə bir sıxıntı, bir problem duymamalıyıq və tam şəkildə ona təslim olmalıyıq. Ya Rəsulullah, bunu nəyə əsasən deyirsən? Yox, bunu bu cür demə, başqa cür deyir, bu yox. O zaman insan Qurana əsasən mömin sayılmaz. İndi təfərrüatını Samir müəllim izah edəcək. Mən də öz növbəmdə təşəkkürümü bilirəm dəyərli əziz qardaşım Fərdi müəllimə və izləyiciləri də salamlayıram. Çox mühüm bir ayədir sözün əsl mənasında və əziz dinləyicilərə də bunu da bildirmək istəyirəm ki, biz sağlam tənqidi, sağlam iradı dinləyirik və bugün həmin o iradların birini səsləndirəcəyik. Amma səsləndirmədən öncə toxunduğun ayə barəsində bir mühüm məsələni qeyd etmək istəyirəm. Deyir, şəcərə beynəhum. Aralarında baş verən ixtilaflarda, deməli ixtilaf var. Bəli. Deməli ixtilaf var. Hətta Quran-ı Kərimin içində belə, Quran-ı Kərimin ayələrində belə müsəlmanlar ixtilaf edə bilirlər. Amma bəzən belə bir təqdimat gedir ki, Quran-ı Kərimə əgər bir nəfər tək başına oxuyursa, ixtilaf eləməməlidir. İxtilaflar məzhəblərdədir. Quran-ı Kərimin daxilində ixtilaf yoxdur. Yəni, hər kəs aşkar şəkildə Quran-ı Kərimi oxusa, ixtilaf eləməyəcək. Amma biz deyək ki, əziz dinləyici, biz demək istəyirik ki, hətta vəhiy nazil olan ərəfədə söhbət gedir. Bəli. Yəni, Peyğəmbər sağdır. Peyğəmbər sağdır, müsəlmanlar ixtilaf eləyiblər. Müsəlmanların ixtilafı zamanı Peyğəmbər hökm verir. Bayaqlar bir mühüm məsələni qeyd elədiniz. Qeyd elədiniz ki, demir ki, Quranı Peyğəmbər oxusun və o hökmü oradan dinləyəsiniz və tabi olasınız. Bu cür ifadə yoxdur. İfadə necədir? Peyğəmbəri hakim təyin etməyincə. Yəni, Peyğəmbərin Quran oxuması ayrıdır, Peyğəmbərin hökm çıxarması ayrıdır. Peyğəmbər burada bir hökm çıxardandır. O şəxs ki, məsələn, Quran-ı Kərimin ayələri arasında bir tənasüb yaradır, hətta Quran ayələri əsasında. Biz Quran kənar hələ danışmırıq. Quran ayələri arasında bir tənasüb yaradır, bir uyğunluq yaradır, o uyğunluq əsasında bir hökm çıxardır. Quran ayəsindən bir hökm çıxarış edir. Çıxardığı hökmü, yəni çıxaran kimdir? Peyğəmbər. Biz onu aşkar şəkildə Qurandan tapa bilirik, yoxsa yox? Əgər aşkar şəkildə tapsaq, o zaman ixtilaf niyə baş verir? Deməli, Peyğəmbərdir burada xüsusi bir rol sahibi, Peyğəmbər bu çıxarış eləməlidir. İndi mən həmin o çıxarılan hökmdən getmək istəyirəm. Neynəməliyəm? Yəni, o hökmü hardan əldə eləməliyəm? Peyğəmbərin Qurandan çıxardığı hökmü. O hökm ki, müsəlmanlar ona tabi olmalıdır. Ona tabi olmalıdır, o hətta ki, imanı tamamlanmalıdır. Məsələn, mən o hökmü bilməliyəm ki, mənim imanım tamamlansın. Ki, bəzən belə bir söz deyilir, din tamamlanıb, bunlara ehtiyac yoxdur. Amma Peyğəmbərin hökmünü mən Qurandan əldə edə bilmirəm. Hansı formada Peyğəmbər o hökmü çıxardım? Onun metodu nədir, onun üslubu nədir? Mən onu çıxarış edə bilmirəm. Bəli. Birinci məsələ. Bu ayələrdən biz niyə danışırıq? Bu ayələrdən, müşriklərə olunan xitablardan getmir ha söhbət. Quranın özündən, əsasından getmir söhbət. Peyğəmbərin vəzifəsindən, onun səlahiyyətlərindən gedir və xitab nədir?
iman gətirmiş sayılmazlar, mömin sayılmazlar. Yəni bunun əksi münafiqlikdir. Yəni tam şəkildə etməlidir. İkincisi, biz hamımız bilirik, heç kəs deyə bilməz ki, Quranda mülki, cinayət, məişət və sair məsələlər tamamilə qeyd olunub. Bu belə deyil. Məsəl üçün, bunun ən bəsiti budur ki, ya Rəsulullah, mən bir dəfə səcdə eləmişəm, 3 dəfə səcdə eləmişəm. Neyinin Peyğəmbər də desin ki, mən nə bilim, mən də sənin kimiyyə, get bax ki, bir Qurana, nə bilim, bilmirəm. Yəni, bu qədər Peyğəmbərin səviyyəsinin aşağı salınır. Bunun olsun məişət məsələləri var, nikah məsələləri var, cinayət məsələləri var, məişət məsələləri var, filanlar var ki, bilmirik ki, tamamilə bu Quranda deyil. Və biz burada məsələni qaldırmırıq ki, Peyğəmbər neyin əsasında deyəcək onu. Deyəcək ki, məsələn, Nisa surəsi filan, ya tövbə nə bilim nə. Biz hələ bunu ilə demirik. Yəni, Allah Teala deyir ki, sən Peyğəmbər neyin səviyyədə deyilsən. Peyğəmbər sənə nə dedisə, tabi olacaqsan. Bunu niyə əsasən deyirsən? Nə bilim, hansı ayədən götürdün, filan elədin? Yox. Yəni, bunlar çox incə məsələlərdir ki, bunlara tamamilə diqqət etmək lazımdır ki, yenə də dedik, imanın 3 şərti Peyğəmbərə müraciət edilməlidir. İkincisi, dedik ki, Peyğəmbərin verdiyi hökmə əsasında heç bir narahatlıq duyulmamalıdır. Üçüncüsü də Peyğəmbərə tam şəkildə təslim olmaq lazımdır. Buyurun. İndi bir dənə də İrad kimi bir ayəni gətirmişdilər. Mən onu oxuduğum zaman İrad belə bildirilirdi ki, Peyğəmbər hökm verdiyi zaman Qurani-Kərimin ayəsinə əsasən deməli Nisa surəsinin 105-ci ayəsini toxunulub. Deməli tənqidçi belə bir söz buyurur. Deyir ki, "İnna anzalna ilaykal kitabe bil haqqi litahkuma beynan nas bima arakallahu və la takun lil xainina xasima." Bu ayəni deməli İrad kimi gətirir. Deyir ki, Peyğəmbər hökm verdiyi zaman elə Allahın kitabının əsasında hökm verir. Yəni, yeni bir şey yoxdur ortalıqda. Bayaqları biz bu irada qismən də olsa cavab verdik. Dedik ki, Peyğəmbər burada bir xüsusi hökm çıxardır. Çıxardığı hökm lap Qurani-Kərimin öz içində olsa belə, bu Peyğəmbərin öz üslubudur ki, Allah bu Peyğəmbərə bir təsdiq verir. Deyir ki, sənin o qəzavətin ki var, bir məqadəytə. Sənin o qəzavətin insanlar üçün hücciyyətdir. Sənin qəzavətin. Sənin qəzavətin insanlar özlərindən sonra gərək qəbul edir. Qəzavət yəni hökm çıxarma metodikon. Buna müsəlmanlar üzərində təslim olmaq, belə deyək də, şərtdir. Əsas şərtlərdən biri gərək təslim olasan Peyğəmbərin qəzavətinə. Bu birinci məsələ. İkinci məsələ də bundan ibarətdir ki, burada bayaqlar biz öz aramızda danışdığımız zaman buradan bir şey görmüş oluruq ki, sanki belə deyirlər, şəxslər belə deyirlər ki, Peyğəmbər çıxardığı hökmlər sadəcə təbliğ xarakteri daşıyır. Yəni Peyğəmbər sadəcə təbliğ edəndir. Peyğəmbərin təbliğdən başqa elə bir funksiyası yoxdur. Elə bir belə deyək, vəzifəsi yoxdur. Biz demək istəyirik ki, Peyğəmbərin təbliğdən başqa funksiyası var. Bunu gələn belə deyək də verilişlərdə daha geniş şəkildə bəhs edəcəyik. Amma burada bir məsələ önəmlidir. Bu təbliğ deyil, bu tətbiqdir. Bu mühakimə və tətbiqdir. Artıq Peyğəmbər bir məsələ barəsində mühakimə edərək bir iş qoyur ortalığa. Təbliğ bu mahiyyətdir ki, yəni sən Peyğəmbərdən eşitdin bir ayəni. Quran ayəsini Peyğəmbər çatdırdıqdan sonra istəyirsən onu qəbul et, istəyirsən onu qəbul etmə. Burada artıq dinə qədərki prosesdir. Təbliğ. Ola bilər ki, Quran ayələri ki, möminlərə çatdırılmalıdır. Bu möminlərin də buradan təslim olma baxımından, qəbul etmə baxımından təbliğ burada da işləyir. Bu məqama ki, ayə nazil olub, Peyğəmbər ayəni çatdırmalıdır. Amma bu həmçinin də İslam dinini qəbul etməyən şəxslərə də şamildir ki, Peyğəmbər təbliğ eləməlidir. İstəyirsən qəbul etsin, qəbul eləməsin. Bu təbliğin dairəsi bura qədərdir. Amma tətbiq məsələsi təbliğdən biraz dardır. Niyə? Çünki tətbiq ancaq aiddir möminlərə, iman əhlinə. Ayədə
iman məsələsi var. Yəni onlar iman gətirməzlər. O halda ki, yəni sən iman gətirmisən bir həddə qədər, amma imanın kamilliyini istəyirsənsə, gərək peyğəmbərin verdiyi metoda, mühakiməyə tabe olasan, verdiyi qəzaya tabe olasan. Burada bayaqları Fərdi müəllim gözəl qeyd elədi. Burada da xitab olunan tərəf düzgün təhlil olunmalıdır ki, kimə xitab olunur ayə? Əlbəttə ki, xitab olunan belə deyək də, ayə o şəxslərə xitab olunur ki, onlar mömin tayfadırlar. Allah bu mömin tayfanın imanının daha da kamil olmasını istəyir. Burada artıq kafir bir zümrə yoxdur. Bu ayədə. Bu ayədə kafir zümrə yoxdur və bu ayədə kafir zümrə olmadığına görə bunlara artıq Allah Qurandan başqa yeni bir şeyi təsis edir. Bax, diqqət eləyin. Allah harda Quranın təkliyi barəsində yeganə mənbə kimi danışır, zahirən yeganə mənbəsi olduğunu qeyd edir. Bunlar ilkin dövr olan insanlardır ki, Məkkə müşrikləri kimi, bunlar Peyğəmbərə belə müraciət edirdilər. Deyirlər ki, bəyəm ayə nazil olub, bəyəm sənə möcüzə nazil olub, bəyəm sən Allahın elçisisən, belə iradlar eləyirdilər. Onlar da, Peyğəmbər də deyir ki, biz Peyğəmbərə kitab nazil eləmişik, Allahdan kitab nazil olub və bu bəs eləməlidir səndən onun arasında. Amma artıq Mədinə dövrüdür. Mədinə dövründə möminlərin arasında müəyyən məsələlər var. Münafiqlər qəbul ediblər Peyğəmbərin peyğəmbərliyini. Bəli, möminlər və münafiqlər. Və burada bayaqları bir qeydi verdi. İndi Fərdi müəllim onu daha geniş şəkildə izah eləyər. Mən istəyirəm Fərdi müəllim də bu məsələni daha yaxşı təhlil eləsin, bizi üçün izah eləsin. Burada həmin o elə 105-ci ayə ki, bizə tənqidçi irad tutub, 105-ci ayədə diqqətindən qaçan, onun diqqətindən qaçan bir dənə ifadə var. Buyurur ki, İnnə ənzəlnə ileykəl kitabə bil haqq li təhkumə beynən nasi bimə ərakallah. İndi mən istəyərdim Fərdi müəllim bu məsələni də açıqlamasını. Bilirsiniz, bəzən bizimlə o qədər söz davası edirlər ki, biz də məcbur qalıb bu söz davasına eyni şərtlə cavab verməli oluruq. Allahın sənə göstərdiyi üslubda, göstərdiyini, bəli. Yəni, bunda möminlər şərik deyirlər Peyğəmbərlə. Sənə göstərdiyi şəkildəmi, üslubdamı, formadamı sən insanlar arasında hökm edəsən. Burada, düzdür, burada möminlərdən gedirdi söhbət. Burada insanların arasında hökm edəsən. Yəni, o insanların arasında artıq nə getdi? Xristianların da məsələ var, Yahudilərin də məsələ var. Bu cür üslubda var. Yəni, bu xüsusidir. Sual. Mən, indi o inkarçılar hələ də bizə cavab vermədilər ki, nə inkar edirlər? Peyğəmbərin avtoritetini, hökm üslubunu və bu cürünü, yoxsa nəyi? Aynı mən bilmirəm Peyğəmbər nə deyib, bunu doğrudan deyibmi, deməyibmi, o əlavədir. Və ya elə bilirlər ki, deyirlər, neçə min dənə hədisləri siz Quran ayələrinin yanına qoyursunuz. Kim deyir onu sizə ki, söhbət elə hədisləri gəlib çıxmamışıq. Ki, biz qurbandan gedirik. Bəli, Peyğəmbərə deyir ki, göstər. Mən istəyirəm Allah Rəsulunun bu tətbiqini öyrənim. Mən nə etməliyəm? Allah göstərdiyi şəkildə öyrənim. Bax, burası önəmlidir Fərdi müəllim. Bəli. Allah göstərdiyi. İndi bizə deyəndə ki, o Qurandan kənardır. Qurandan kənardırsa, deməli, onu Allah istəməyib. Amma burada deyir, Allah göstərdi. Deməli, bu şey ki, Quran daxilindədir. Biz ayə kimi bilirik. Nisa 5, filan ayə 4, belə özümüz çıxardığımız metodika. Bunu nə əsas? Belə gəlir, Allah belə istəyir. Belə düşünürəm, belə edirəm. Yox, maraqlıdır ki, bir İmam Sadiq əleyhissalamdan bir hədis nəql olunub. Deyir ki, əgər insanlar Allaha ibadət etsələr, ona şərik qoşmasalar, namaz qılsalar, zəkat versələr, Allahın evini ziyarət etsələr, Ramazan ayını oruç tutsalar, ancaq Allah və ya onun Peyğəmbərinin işlərinə etiraz etsələr və ya bu etirazı qəlblərindən keçirsələr, həmin miqdarda müşrik olarlar.
Sonra İmam Nisa surəsinin 65-ci ayəsini oxuyub buyurdu: Allaha və peyğəmbərinə itaət göstərin. Məsələ burasındadır. Bizimlə sizin Allahın müşriklərə, kafirlərə etdiyi müamiləni müsəlmanlarla edirsiniz siz. Yox. Fikir verirsiniz, namaz, oruz, filan, amma gəlir peyğəmbərə deyir ki, yox, bu hökmü niyə əsasən vermirsən? Yox, sən burada düz eləməmişsən. Yox, bunun bu cür olmasaydı, elə olacaqdı. Yox, bu Qurana zidd olan şeydir. Yəni biz, məqsədimiz bu idi ki, bunu sabit edək. Məhz Quran ayələrinə əsasən. Hələ biz Qurandan kənara da çıxmamışıq. Buyurun, nəsə. Bir də mən bir məqamı qeyd edeyim. İndi düzdür, hərçənd şəxslər hədis, tarix mövzusunu qəbul eləmirlər. Amma bir məsələnin, maraqlı bir məsələni qeyd eləmək istəyirəm. Əslində bunlar tarix olmadan izah oluna bilməz. Çünki kontekst önəmlidir. Bəli. Kontekst çox önəmlidir. Bu günləri belə deyək də, bizim dəyərli şəxsiyyətlərimiz var. Məsələn, Mübariz İbrahimov kimi, Ramiz Səfərov kimi dəyərli şəxsiyyətlərimiz var. Demək, Qərbdə müəyyən dairələrdə bu şəxslərin elədiyi əməlləri cinayət kimi təqdim eləməyə başladılar. Deyirlər, cinayət. Amma biz xalq olaraq kontekstdən xəbərimiz var. Bilirik ki, hansı halda bunlar o öz namuslarını, vətənlərini qoruyublar. Hansı halda müdafiə ediblər? Yəni, insanların heysiyyətlərinə toxunublar, insanların necə lazımdırsa vətən qeyrətinə toxunduqdan sonra bu şəxslər artıq bu həddə gəlib çatıblar və bu şəxslər öz qəhrəmanlıqlarını göstəriblər. Bunun işimiz yoxdur. İndi bugün konteksti çıxarsaq nə qalır? Konteksti çıxarsaq, həmin o qərbin vurduğu töhmətlərlə üz-üzə qalarıq. Çünki heç bir əlavə bir şey xəbərimiz yoxdur. Şəxsin həyatından heç nə bilmirik. Şəxsin həyatınız olmadan məsələni oxumaq istəyirik. Məsələni düzgün şəkildə dəyərləndirə bilməyəcəyik. Mən bunu nə üçün qeyd elədim? Məsələn, Peyğəmbərimizin zamanında bir şəxs, Zülxüveysirə adında bir şəxs məsciddə Həzrəti Peyğəmbərə iqtida eləmir. Deyir, çünki sən ədalətdən düşmüsən. Ədalətdən düşmüsən. Bu ayələr bu kontekstdə gəlirdi ki, Peyğəmbərin ədalətini Allah sabit eləməkdir bu cəmiyyətə ki, cəmiyyət bilsinlər. Mən bunu nə üçün deyirəm? Quran-ı Kərimin bir ayəsi var. Ayəsində də elə bu həmin kontekstdə olan ayədir. Nur surəsi 63-cü ayə. Düzdür, bu mövzumuza dəstək mənasında biz bu ayəni deyirik. Bu ki, "Lə təc'alu du'a-r-rasuli beynəkum ka-du'a ba'dukum ba'da. Qad ya'lamullahu-llezine yetesəllaluna minkum livaza. Felyahzarillezine yuxalifuna an amrih." Burada qoy onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən yaxud özlərinə ağrı acılı bir əzab üz verməsindən qorxsunlar. Əmrinə qarşı. Burada əmr kimə aiddir? Peyğəmbərə aiddir. Yəni Peyğəmbərin öz əmri var. Peyğəmbərin bayaqki ayədəki kimi öz hökmü var. Bu hökmü mütləq surətdə gərək bilsinlər. Yenə deyirəm, bayaqları incə bir Biz bu ayə barəsində qismət olsun danışarıq. Orada deyir ki, Peyğəmbərin duası sizlərin bir-birinizlə olan duası kimidir, ha? Yəni, məsələn, bəzən deyirlər, ha, şirkdir, filandır, beşməkandır. Yəni, getsən özün dua elə, Quran görürsünüz nə deyir? Peyğəmbərin duası sən kimi duan deyir, ha? Bəli. Və mən də deyirəm ki, ya Rəsulallah, xahiş edirəm, nə olar? Mənim üçün dua elə də. Və görürlər, qaça bilmirlər bu məsələdən. Deyirlər ki, yox, Peyğəmbərin sağlığına aid. Siz Quranı necə öldürürsünüz? Quranın ruhiyyəsini bir qədim kitab kimi bağladınız, qoydunuz, onda bu nə anlamı oldu? Quran bir zamanlar var idi, Peyğəmbərin dövrünə aid idi, indi daha çıxdı getdi. Hətta bu Peyğəmbərin əmrinə, indi o müasir baxış ki, müasir baxış bundan ibarətdir ki, Quran-ı Kərimi ancaq Peyğəmbəri dar çərçivədə təqdim eləmək, Peyğəmbəri dar çərçivədə təqdim elədiyin zamanda elə həmin o şəxslər ki, Peyğəmbəri
ancaq sağlığında qəbul edirlər. Öldükdən sonra o şəxsi, hansı ki Quran-Kərim rəhmətən lil aləmin peyğəmbərə deyib, aləmlərə rəhmət olan peyğəmbər anlayışı təqdim eləyib. Amma şəxsi ancaq öldüyü, belə deyək də, öldükdən sonra bir əhəmiyyət daşımayan bir şəxs kimi təqdim eləyiblər. Eyni müasir bu Quran baxışı da həmin şeyi deyir. Müasir Quranilik baxışı da eyni ilə peyğəmbəri həbs eləyir Quran daxilinə. Yəni sən Quran daxilində xüsusi bir funksiyon var. Öldükdən sonra səni çağırmaq, sənə hökmü qəbulləmək, sənin əmri qəbulləmək anlayışı da mahiyyətini itirir. Mən dünən bu ayə barəsində bir neçə dənə, yəni İslamın görkəmli alimlərinin təfsir kitablarına da baxdım və əziz izləyicilərə bir dənə məsələyə tənbih verirəm ki, xatırlatma. O da budur ki, ayədə dedi ki, peyğəmbərin hökmlərinə qeyd şərtsiz təslim olun. Dedi. Sual, peyğəmbər çıxartdığı hökmdə səhv edə bilər, edə bilməz? Bu ayəyə görə edə bilməz. Bu ayə əsasən İslam ümmətinin böyük alimləri heç bir məzhəbindən fərq qoymayaraq Həzrət Peyğəmbərin məsumluğuna dəlil gətiriblər. Məsum, yəni Peyğəmbər hökm çıxararkən əsla səhv, xəta, yanlışlıq, günah və bu qəbil şeylərə bulaşa bilməz. Bütün bunlardan uzaqdır. Çünki Allah Taala bizə qeyd şərtsiz peyğəmbərə təslim olmağı əmr edib. Yəni necə, yəni bir adam səhv edə bilərsə, mən necə ona təslim ola bilərəm? Allah Taala deyir, yox, sən ona mütləq şəkildə təslim olmalısan. Çünki peyğəmbər öz verdiyi hökmdə qəti 100% düz isabət etmiş hökm verəcək. İndi mən bu adamın hökmünə tabe olmalıyam, yoxsa hansı bir məram mövqe tutduğu hələ bəlli olmayan insanların öz zövqü səfasına görə verdiyi qanunlara. Buyurun, nəsə deyirsiniz? Gözəl bir nöqtəyə toxundunuz. Deməli, o ayədə, bayaqlar qeyd, bimə ərakallah ifadəsi vardı ki, Allah göstərdiyi. Allah göstəribsə, deməli, bu mütləq hökmdür. Amma sən Allah göstərdiyi hökmü qoyursan kənara, öz ictihadın, öz rəyi gətirirsən, Allahın göstərdiyi hökmdən önə atırsan. Amma Quran nə deyir? Bunun cavabında Quran-Kərim belə bir ifadə deyir. Huzurat surəsinin 1-ci ayəsində. Ya eyyuhellezine amenu la tuqaddimu beyne yedayillah ve rasulih. Vattaqullah innallah səmin alim. Ey iman gətirənlər, heç bir şeydə Allahı və onun elçisini qabaqlamayın, önə keçməyin. Allah və Rasulundan önə keçməyin. Allah və Rasuluna ki, Allah öz Rasuluna ki, bir şeyi öyrətmişdi. Sən Rasulunun öyrəndiyi və bizə öyrətdiyi şeyi kənara qoyub, öz rəyi önə keçirdinsə, Allah və Rasulunu önləmiş oldun. Bu da Quran-Kərimin ayəsinə əsasən qəbul olunmaz bir şey. Təşəkkür edirəm. Çox sağ olun, əziz Quran sevərlər. Deməli, bugün Nisa surəsinin 65-ci ayəsi barədə mülahizə etdik və qeyd etdik ki, bu ayə əsasən insan müəyyən həddlərə qədər gəlib çıxa bilir imanda, lakin iman tamamilə müəyyən şeylərə iman bəsləməklə məhdudlaşmır. Onun ardı da var. Deməli, insanlar öz aralarında, xüsusilə möminlər baş vermiş münaqişələrdə, mübahisələrdə, ixtilaflarda Allah Rəsulunu hakim təyin etməlidirlər. Bir, başqa qapıya yox, Allah Rəsulunun qapısına getməlilər. Bu bir. İkincisi, Peyğəmbər hansı bir hökmü verdisə, qəzavət etdisə, qəlbində bu hökmə qarşı qəti zərrə qədər də olsa narahatlıq, darlıq, sıxıntı hiss etməməlidir. İki, üçüncüsü isə həmin bu hökmə Peyğəmbərin əmrinin qarşısında tam şəkildə təslim olmalıdır. İnşallah bunlara diqqət edək. Bir daha özünüzdən müğayət olun. İnşallah növbəti mühazirə və dərslərimizdə görüşərik.